Əli səni Küfənin valisi təyin edib. Küfənin valisi? Kimdən eşitdin ha bala? Əmmar əmidən. Məsciddə hökmləri oxuyurdu. Osman əlimdən tutub dedi ki, tez atana xəbər ver. Soruşdum nə olub? Dedi atan Küfənin valisi olub. Soruşdum vali nə deməkdir? Dedi yəni əmir olub. Əmir. Umara, mənə sarı başmağına təsbih alarsan? Yox. Yox. Ayaqyalın əmiroğlu görmüsən heç? Əlinin dövlətində hələ çox möcüzə görəcəksən. Sən heç ayaqyalın vali görmüsən ha bala?